Ümumiyyətlə, istər süd vəzlərində əmələ gəlmiş mastopatiyalar, istər uşaqlıqda əmələ gəlmiş papillomalar, kistalar, miomalar, bunların hamısının mənşəyində zəngin karbohidratlı qidalar durur. Yəni, ağ çörəyin bol yeyilməsi, karbohidratların, şirniyyatların bol-bol yeyilməsi. Bunlar hamısı, mən bir dəfə bu haqda veriliş hazırlayaram inşallah. Bunların hamısı, bu bol karbohidratlı qidaların yeyilməsi birbaşa olaraq daxili sekresiya vəzlərinə təsir edir. Və daxili sekresiya vəzlərindəki pozğunluqlar özünü bu formalarda başlayır göstərməyə. Bizə gələn əksər xəstələr, zob xəstələri olsun, istəyir uşaqlıqda müxtəlif xəstə, miom olsun, düyün olsun, kist olsun. Bunların hamısında biz anamnez eləyirik, soruşuruq. Nəyə üstünlük? Əksər 99%-də aşırı dərəcədə karbohidrat istəyi var. Ağ çörək yemək var. Ona görə də birinci növbədə biz yeməyimizə diqqət eləməliyik. Karbohidrat istehsalını, karbohidrat qəbulunu, yəni tək elə şirniyyatlar və içərisinə şəkər tozu qarışdırılmış qida vasitələri yox, eyni zamanda bunlarla paralel ağ çörəkdə biz menyumuzdan tamamilə azaltmalıyıq. Yoxdur kəpəli çörəyə keçməli, tam kəpəli çörək. Bu birinci olmalıdır. Əgər bu bizdə yoxdursa, biz bunu eləyə-eləyə nə qədər dərman bitkisi və yaxud da ki, kimyəvi dərman qəbul etsə heç bir xeyir olmaz. Çünki bizim metabolizmamız əvvəlcədən düzəlməlidir. Biz metabolizmamızı bu yolla düzəldirik və bundan sonra nə edirik? Keçirik müalicələrimizi.